Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Bugünkü dersimiz Allah Taala'nın izniyle dinde bid'atin hükmü hakkında olacak. Bu dersimiz silsile şeklinde başladığımız tövhid məsələləri ilə ilgili olan məsələlərdendir. Dində bidət, qardaşlar, bidət yenilik deməkdir. Dində əsli olmayan, dində ona dəlil olmayan hər hansı bir əməli, ibadəti dinə daxil etmək, dinin adı ilə etmək deməkdir. Dində əsli olmayan, dində təməli olmayan, dində o əmələ dəlil olmayan hər hansı bir şeyi etmək, ibadət niyyəti ilə, ibadət məqsədi ilə buna yenilik deyirlər. Hansı növü olursa olsun, İslam dinində yeniliklərin hamısı haramdır. Bütün bidətlərin hamısı haramdır. İslam dinində bəyənilən və yaxud da yaxşı bidət, pis bidət adında bir şey yoxdur. Bütün bidətlərin, yeniliklərin hamısı haramdır, qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur, İmam Abu Davudun və Tirmizinin rivayət etdiyi hədisində və iyyəkum və muhtəsətul umur, dinə yenilik gətirməkdən çəkinin. Dinə gətirilən yeniliklərdən uzaq durun. Nə üçün, qardaşlar? فَإِنَّ كُلَّ مُحْتَثَةٍ بِدْعَةٍ Həqiqətən, dinə gətirilən bütün bidətlər yenilikdir. Dindən olmayan bir şeydir. وَكُلُّ بِدْعَةٍ ضَلَالَةٍ Və hər bidət də, hər dinə gətirilən yenilik də zəlalətdir. Müslimdə bunun axırıncı ləfzi gəlir ki, وَكُلُّ ضَلَالَةٍ فِي النَّارِ Və hər bir zəlalət də od deməkdir, od. Hər zəlalət od deməkdir. Günahlar, qardaşlar, mərtəbələrə bölünür. Küfür, şirk, bidət, böyük günahlar, kiçik günahlar və məkruhlar və s. kimi. Ümumi günahlara baxsaq, şirkdən, küfürdən əlavə, onlardan başqa olan günahlara baxsaq, ən pis günah, hətta öldükdən sonra olsa belə davam edən günahlardır. Bir adam dinə yenilik gətirərsə, ən böyük qazandığı küfürdən, şirkdən sonra bunun bu etdiyi günahdır. Çünki o bidəti hər edən olsa, o bidəti hər yayan olsa, o bidətə hər əməl olunsa, o bidət hər yerdə nəşr olunsa, o bidəti çıxaran insana günah gedir. Hətta ölmüş olsa belə, qəbirdə olmuş olsa belə. Nə ki o yaşanacaq, ona günah gedəcək. Ona görə nəinki bidətlər, qardaşlar, hətta davamlı olan, sənə daimi günah gətirən günahlardan çəkinginən. Hər hansı bir günah olursa olsun, sənə daimi günah gətirən, bəzilər var ki, misal çəkirəm yəni, telefondan telefona muska adladı, köçürür. Bluetooth vasitəsilə və yaxud başqa bir vəsilə ilə. Telefondan telefona musiqi keçirdir başqasının telefonuna və yaxud başqasının DVD-sinə və yaxud başqasının VCD-sinə və yaxud flashına. Nə olursa olsun, o musiqiyi sən başqasına adlatdığın zaman, o da başqasına, hər onu dinləyən olsa sənə günah gəlir. Hətta ölüb getmiş olsan belə. Eləcə də bütün günah növləri, günahları davamlı olan, bəzi adamlar var, gedirlər, televizor kanalları düzürlər. Tərbiyəsiz kanallar düzürlər, əxlaqsız kanallar düzürlər. Allahın dinində haram olan kanallar düzürlər. Hər o kanallara baxıldıqca, hər o kanallar açıldıqca, bu kanallardan istifadə olunduqca
sənin əməl dəftərlərin günahlarla dolur. Davam gətirən, arxa gətirən günahlardan çəkinmək lazımdır. Baxmayaraq ki, bütün günahlardan çəkinmək lazımdır. Lakin davam gətirən günahlardan daha da sərt şəkildə çəkinmək lazımdır. Və bidət, qardaşlar, günahlardan daha təhlükəlidir. Çünki hətta günah yayılmış olsa belə, əksər insanlar onu günah olaraq bilir, nəfsinə uyaraq edir, ola bilsin tövbə etmə ehtimalı var. Amma bidət yayılarsa, insanlar onu günah kimi deyil, din kimi qəbul edirlər. Bəla buradadır. İbadət kimi qəbul edirlər. Nəyə görə bugünkü gündə bu insanlar anlamır ki, Rasulullahı mövlüdünü etmək, Rasulullah s.ə.v mövlüdü dində olan ən böyük münkərlərdən biridir. Çünki bugünkü gündə mövlüd etmək ya xristiyanlara, kitab əhlinə bənzəməkdir, ya da Peyğəmbər sallallahu aleyhi və səlləmə də həddini aşmaqdır. Şeirlər deyirlər Peyğəmbər sallallahu aleyhi və səlləmin mövlüd münasibəti ilə, hansı ölkələr ki, rəsmi şəkildə Peyğəmbər sallallahu aleyhi və səlləmin mövlüdünü elan eləyir, küfür və şirk doludur orada söylənən şeirlər. Peyğəmbər sallallahu aleyhi və səlləmə sifətlər verirlər, Allaha aid o sifətlər sadəcə. Peyğəmbər sallallahu aleyhi və səlləmə hökmlər və məsələlər nisbət edirlər, o hökmlər və məsələlər yalnız və yalnız Allaha aiddir. Və qadın kişiyə qarışır, kişi qadına qarışır, rəqs edirlər, tanış olurlar, telefon nömrələri paylaşırlar, sonra gedib gecələr otellərdə görüşürlər. Bunun hamısını bidət olan bu mövlüd bəhanəsi ilə edirlər. Bu, havadan danışmırıq, qardaşlar. Bu şeylər yaşanır və görülür. Bu ölkələrdə alənən açıq-aşkar edilir bunlar. Mövlüd hansı ölkələrdə rəsmi şəkildə elan olunur? Misirdə, Suriyada, İraqda, Livanda, Lübnanda və s. kimi bəzi ərəb hökumətlərində və bəzi Pakistanda, eləcə də bəzi İslam hökumətlərində, hansı ki orada dövlət səviyyəsində bunlar təntənə şəklində keçirilir, həmən o məqamlarda, o mərasimlərdə böyük münkərlər kəşf olunub. Böyük münkərlər kəşf olunub. Mən indi onları demək istəmirəm. Lakin bunu bilmək lazımdır ki, Rasulullah sallallahu aleyhi ve sellem əgər mövlüdü icazəli olsaydı, 23 il peyğəmbərliyi sürdü Peyğəmbər sallallahu aleyhi ve sellemin. 23 il insanları tövhidə, dinə çağırdı. Əgər mövlüd etmək Rasulullahı sevməyinin əlamətlərindən olsaydı, Peyğəmbər onu bir dəfə də olsa deyərdi ki, mənə mövlüd eləyin. Özü həyatdayken 23 il ərzində bir dəfə də olsa mövlüd eləyərdi. 40 il xilafət dövrü sürən sahabələrin dövründə, Raşidi xəlifələrin dövründə onlardan biri Peyğəmbərə mövlüd eləyərdi. Biz onları, biz Peyğəmbər sallallahu aleyhi ve sellem'i bəyən sahabələrindən daha çox sevirik. Bizim Peyğəmbərin dininə olan qeyrətimiz, bəyən sahabələrin Peyğəmbərin dininə olan qeyrətindən daha üstündür. Xeyr. Bu bidətlərin hamısı 3-cü əsrdən sonra meydana gəldi. Necə ki Şeyxülislam İbn Teymiyyə Böyük Fətvalar kitabında bunu zikr eləyir. 4 imamın 4'ü də Əbu Hanifə, İmam Malik, İmam Şafii, İmam Əhməd ibn Hanbal, bunların hamısı və bunların tələbələrinin hamısı bu cür bidətləri inkar edə Lakin baxın bugünkü gündə bu bidətin mənsublarına, bidətçilərin mənsublarına bu bidətləri məzhəblərə nisbət edirlər. Deyir, mən Hənəfiyəm, o birisi deyir, mən Şafiyəm. Hənəfi də, Şafii də, Həmbəli də, Maliki də bu cür bidətlərdən uzaqdır, bəridir, qardaşlar. Hansı bidət olursa olsun dində haramdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhuvə radd. Kim bizim dinimizdən olmayan bir şeyi, dində dəlili olmayan, dində əsası olmayan bir şeyi dinimizə daxil edərsə, o ondan rədd olunur, qəbul olunmur. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim dinimizdən olmayan bir şeyə əməl edərsə, onun etdiyi bu əməl rədd olunur. Bu hədislərin ikisi də səhih hədislərdir, möhtərəm qardaşlar. Və bayaq dediyim kimi bidətin növləri fərqlidir. Bütün bidətlərin növləri eyni deyil. Bəzi bidətlər var, açıq-aşkar küfürdür.
ölülərə yaxınlaşmaq məqsədi ilə məsələ qəbirlərə tavaf etmək, ölmüş insanlara, ziyaratlara, pirlərə qurban kəsmək, onlara nəzir kəsmək, Allaha yaxınlaşmaq, onlara yaxınlaşmaq məqsədi ilə və onlardan, Allahdan istəyən kimi istəmək, onlara sığınmaq, onlara təvəkkül etmək, bunların hamısı küfür, açıq-aşkar küfür dərəcəsinə çatan bidətlərdir. Və həmçinin cəhmiyyələrin və mu'təzilələrin məşhur onlardan meydana gələn bəzi məqalələr Allahın dinində bunlarla bayaqki bidət eyni deyil. Və həmçinin bəzi bidətlər var, şirk deyil, amma şirkə vəsilədir, şirkə salan bidətlərdir. Məsələn, qəbirləri tikmək, baş daşı qoymaq, qəbirlərin üstünü örtmək, qəbirləri bəzətmək, həddi zatında bu şirk deyil, amma şirkə aparan vəsilədir. Və yaxud da qəbirlərin yanında Allaha dua eləmək. Bunların hamısı vəsilədir şirkə. Bəzi bidətin dərəcələri var, qardaşlar, etiqadi fisqdir, fasiqlik, günah sayılır. Bidət, xavariclərin bidəti, qədərilərin bidəti, murciyələrin bidəti, bunların hamısı etiqadda olan fisq bidətləridir. Bəzi bidətlər var, həddi zatında günahdır onlar. Məsələ, oruç tutması bir adam özünü günün altında yandıraraq. Bidətdir bu. Oruç tutmaq olar. Amma bəzi adamlar var, oruç tuturlar və axşama kimi də özlərinə söz verirlər ki, kölgələnməyəcəklər. Aç susuz günün altında otururlar axşama kimi. Biz deyirik bu günahdır. Biz deyirik bu haramdır. Çünki Rasulullah sallallahu aleyhi ve sellem bu cür oruç tutmayıb. Bu cür oruç tutmayı tövsiyə eləməyib. Nə də sahabələr bunu etməyib. İmamların əhl-i sünnədən kimsə bunu etməyib. Ona görə bu cür oruç tutmaq, bu cür oruç tutmağı batil bir səbəbə bağlamaq dinə gətirilən yeniliklərdəndir, qardaşlar. Amma bugünkü gündə kimlərsə ki, və həmçinin bu məsələdə toxunum, bəzi sufilərdə bu baş verir. Özlərini gedib burdururlar ki, qadınlara yaxın getməsinlər. Və bunu Allaha yaxınlıq hesab edirlər. Yəni, sanki evlənmək, bir insan övladları olsun deyə evlənməsi, bunu bəyənmirlər, gedirlər özlərini erkək kimi, kalça kimi özlərini burdururlar. Bu bidətdir bu. Vajalar. Bunlar hamısı bidətdir, qardaşlar. Dində əsli olmayan bidətdir bu. İslam dini bizdən bunu tələb eləmir. Rasulullah sallallahu aleyhi ve sellem deyir, təzəvvəcül vədudəl vəlud fə inni mükəthirun bikumul umam. Gözəl əxlaqlı, çox doğan qadınlarla evlənin və mən sizin çoxluğunuzla qiyamət günü fəxr eləyəcəm. Rasulullah demir, gedin özünüzü burdurun. Burdurmaq bilirsiniz də nədir? Hə? Burdurmaq erkəklər olur, erkək qoyunlar. Hə? Erkək buğalar, vaja, kalçalar. Onların kişiliyini öldürmək üçün yumurtalarını çıxardırlar. Hə? Deməli, qardaşlar, kimlər bidəti, yaxşı bidət, pis bidətə bölürlərsə, bunlar böyük xata eləyirlər. Böyük günah qazanırlar. Çünki Peyğəmbərin sözünə bu kəlmə ziddir. Kimlər deyirsə ki, bidətul həsənə, bidətul seyyiə var, yaxşı bidət, pis bidət, bunlar Rasulullahın sözünə qarşı çıxırlar. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kullu bidətin dalalə. Hər bir bidət zəlalətdir. Hər bir bidət. Rasulullah istisna eləmir yaxşı bidət, pis bidət. Hər bir bidət zəlalətdir deyil. Ona görə sənin haqqın yoxdur ki, deyəsən ki, bu yaxşı bidətdir, o pis bidətdir. Rasulullah hökm eləyir ki, bütün bidətin hamısı zəlalətdir. İbn Rəcəb rahiməhullah 40 hədis kitabının şərhində gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin hər bir bidət zəlalətdir kəlməsi qısa və mənası geniş olan kəlmələrdəndir. İslam dinində bu, əqidə və din məsələsində ən əsas sözlərdən biridir. Çünki bu sözdə ona ifadə var ki, bütün dinə gətirilmiş yeniliklərin hamısı zəlalətdir. Necə ki, Peyğəmbər buyurur ki, kim bizim dinimizdən olmayan bir şey dinə gətirərsə, o başına çaxılır, ondan qəbul olunmur. Hər hansı bir şey olursa olsun, istərsən etiqad, istərsən əməl, istərsən söz, bunların hamısının Allah qatında sənə fayda verməsini istəyirsənsə, bunları şəriətlə, ölüc biçkinlə, bütün etiqadını, sözlərini və əməllərini şəriətə ərz et,
hansı şeylərdə şəriət ona muvafiq olarsa, o sənin dinindir. Hansı məsələlərdə şəriətdə ona dəlil tapmazsansa, o sənin dinin deyil. Etsən, dinə yenilik gətirmiş olarsan. Bu bidətçilərin gətirmələri ki, dində bidətül həsənə var, bidətül seyyiə var, bir dənə dəlilləri var, bir dənə məsələnin üstündə danışırlar. O da Ömər ibn Xattabın radiyallahu anhunun sözü ki, taravih namazını sahabələri cəm eləyəndə, sahabələri toplayır, hamısından bərabər şəkildə imam təyin edir və taravih namazı qıldırır insanlara. Və burada deyir ki, ni'mətul bid'a. Ni'mətul bid'a həzihi. Bu nə gözəl bidətdir. Deyirlər ki, bu onu göstərir ki, İslam dində gözəl bidət var. Elm əhli icma elib ki, möhtərəm qardaşlar, əhl-i sünnə vəl cəmaa, Ömər ibn Xattab radiyallahu anhunun etdiyi əməlin birincisi bu şəriətdə təməli var. O da taravih namazın halal olması. Rasulullah sallallahu aleyhi ve sellem öz döneminde taravih kılır. Ve sadece insanların çoxaldığını gördüğü zaman taravihi terk edir ki, fərz namazlar kimi insanlara taravih namazı da fərz olar. Sonra buna insanlar bacarmaz. Bunu əməl edə bilməzlər. Ona görə Rasulullah sallallahu aleyhi ve sellem terk eləyir, özü qılmır və sahabələrə də taravih qılmağı qadağan eləmir. Və sahabələr davamlı şəkildə taravih qılarlardı. Amma hərə öz evində 2-3 nəfər bir yerə yığılıb qılardı, 2-3 nəfər bir yerə yığılıb qılarlardı və bunlar taravih namazını cəmaat şəklində məscidə qılmazlardı. Nəhayət Rasulullahın vəfatından sonra bidət ehtimalı olmadığın taravih namazının vacib olmaq ehtimalı olmayandan sonra Ömər ibn Xattab bunları bu gözəl əməlin üzərində cəm eləyir. Və elm əhli icma edir ki, əhl-i sünnə vəl cəmaa, Ömər ibn Xattabın dediyi bidət lüğati mənasıdır bunun. Yəni ki, bu nə gözəl, yeni, yəni müsəlmanların tərk etdiyi bir əməldir. Hansı ki, bunu eləyirlərdi, sonra bunu tərk elədilər və yenidən bunu qaytardılar, hansı ki, bunun İslam dində əsli və əsası var. Rasulullah qılırdı, arxasında sahabələr. Yəni Rasulullah vacib olmasın deyə bunu tərk elədi. Rasulullahın vəfatından sonra bunun vacib olma ehtimalı yox idi və bu əməli dində əsli olan əməli yenilədiyi üçün lüğati mənasında buna nə deyirlər qardaşlar? Yenilik deyirlər. Və bu da əsli olmayan bir şeyi dinə gətirmək demək deyil. Allah Taala'dan diləyirəm ki, bizləri sünnə əhlindən etsin, bidətlərdən qorusun və bizləri və ailələrimizi Rasulullahın gətirdiyi yoldan, sünnəsindən ayırmasın. Və sallallahu və səlləmə və bərik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.